Meksikanın Chetumal şəhərindən bütün Azərbaycana salam olsun. Mənə sual yazırlar çox kommentlərdə. Çingiz Pəhlivan nəyə görə adını dəyişib? Pəhlivan adı niyə dəyişmirsən? Mən bunu ona görə dəyişdim ki, artıq mən pəhlivanlıq eləmirəm. Artıq mən pəhlivan olmaq belə istəmirəm. Çünki Azərbaycanda dırnaqarası pəhlivanlar çoxalıblar. Hərə özünə bir pəhlivan adı qoyur. İndi nağarılar özləri bilələr. Məsələnin ən belə maraqlı nöqtəsi odur ki, bu sənətə başlayanlar hamısı mənlə prinsip aparır və bəziləri də ki, məndən xoşları gəlmir. Ümumiyyətlə Azərbaycanda pəhlivan sahəsində olan 90% insan mənə nifrət edir. Bilmirəm niyə. Bu nifrət eləmək də normaldır, yaxşı zəhlələri gedir. Girirlər ana-bacı söyüş söyürlər. Mən Azərbaycan adını, Azərbaycanın ata sənəti, pəhlivan sənətini yeganə pəhlivanam ki, başqa ölkələrdə yaşadıram, sirk sferasında. Onun qarşılığında mənə sağ ol yazmaqdan, videolarıma like qoymaqdan, heç Allahın like'ında qoymurlar, heç onu da istəmirəm, like qoymasınlar. Anamı söydülər, var yox söyüş söydülər, təhqir elədilər məni. Ona görə artıq mən bir də pəhlivanlıq eləməyəcəm, heç maraqlı da deyil. Günah məndədir ki, mən nəyə görə belə elədim, axırda da mənə belə hörmət qoydular. Adama deyərlər, çinmə, boğulma. Yəni, bizim ölkədə ümumiyyətlə əziyyət çəkən oğlanlara, idman sferasını qaldıran oğlanlara həmişə torba tikiblər. Belə mındar müharibə aparıblar. Girirlər, ana-bacı söyüş söylər. Çingiz də cavab verəndə sıracı deyirlər ki, cəmaatın anasının, bacısının nə günahı var. Amma o məni söyənlərin görəm ki, mənə kimsə söyüş qoyanda, söyüş yazanda, söyüşlü videolar düzəldirlər. Görəm sevinirlər, çoxsu sevinir. Bizim ümumiyyətlə cəmaatın 70% idmançıya dəyər verən deyil. Azərbaycanda 10 milyon insanın 300 mini idmana dəyər qiymət verir. İdmançının xətrini istəyir. Qalan heç birinə maraqlı deyil. Ona görə də mən də istəmirəm, artıq həqiqi çirgindim. Yəni, öz həyatımı yaşayacağım. İndən belə heç kimə maraqlı deyil. Kim istəyir pəhlivanlıq eləsin, kim istəyir dombalaq açsın. Kim istəyir, nə bilim, salto vursun, nə inirlər, giz-giz, düşük videolar çəkirlər, özləri bilərlər. Girirlər, ana-bacı söyüş söyürlər. Yəni, irgəndirdilər məni, artıq mən bir də deməyəcəm. Mən Azərbaycan pəhlivanıyam, Azərbaycanlı gücü. Kimə dəstək olurlar, kimə deyirlər, o Azərbaycanda ən güclü pəhlivan filan kəsdir. Qoyunlar geçsinlər, Azərbaycanı təmsil eləsinlər başqa ölkədə. Mən artıq təmsil eləməyəcəm. Çünki mən həmişə Azərbaycanlı gücü demişəm, həmişə də mənim var yoxumu söyüblər. Ona görə indən belə mənim maraqlı deyil. Daha üzürlü hesab eləyin. Bugündən sonra mən Azərbaycan pəhlivanı deyiləm. Düzdür, mən pəhlivan adını qazanmaqdan ötürü Azərbaycanın köhnə pəhlivanları, güc pəhlivanların qabağında çıxış eləmişəm, gücümü göstərmişəm. Amma bu boş şeydir. Əsas kütlədir. Kütləyə də ki, maraqlı deyil Çingiz. Çingizi var yoxun söymək maraqlıdır. İnciməyin məndən, düzdür, məni sevənlər də çoxdur, amma sevməyənlər sevənlərdən çoxdur. Ona görə mən artıq bir də Azərbaycanlı gücü, Azərbaycan pəhlivanıyam deyə videolar çəkməyəcəm. Sağ olun.